gecəsinin qonaqları. Yeni il bayramına bir gün qarırdı. Atam ilə mən bayram için şam ağacı almaq istəyirdik. Para verib bayram ağacı almaq ürəyimizdən gəlmirdi. Atam bir az düşünəndən sonra çapacağını götürüb mənə dedi, ormana gedib bir şam ağacı gətirək. Şəhərimizin yaxınlığındakı ormana doğru yola düşdük. Atam şam ağacı gəzirdi. Mən isə ormanın sevimli malları ilə dümüç olmuşdum. Atam kiçik, özü də gözəl bir şam ağacı tapdı. Onu çapacaq ilə kəsib gətirdi. Bircə evə döndük. Atam ağacı qoltuğuna vurub, mənim isə əlimdən tutmuşdur. Qaş qaralığında evə çatdıq. Hələ qapını açmamışdıq, arxadan bir səs gəldi. Geri dönəndə ormandakı oyundaşlarımın ardımızca gəldiklərini gördük. Atam o sevimli mallara baxıb dedi, yaxşı oldu, bayram gecəsi təhcə deyilik. Bu gecə sayın ha belə sevimli qonaqlarımız var. O gecə biz ha belə sevimli qonaqlarımız için unudulmaz bir gecə oldu.